S3H7 SH S3H7 ikili A üçlü A'dır. Karbon molekulun karbon atomunun sayını verib ikili ilə üçlər bir-birinə bərabərdir demək istəyir. Maddə formulunu və beynəlxalq nomenklaturaya əsasən adını yazın. Gəlin baxaq. Burada S3H7-yə görə baxanda S3H7 bir belə bir radikalımız var. Propil. Bir də var izopropil. Yani burada üçlü de varsa, mesela mən propili yazsam, burada üçlü karbon olmayacaq. İkili onsda 2 dənə var. Deməli bizim formulumuz CH3, CH, CH3, CH2 qat CH, CH, CH3, CH3. Bir budur bizim formulumuz. 2 dənə üçlü var, 2 dənə ikili bir-birinə bərabərdir. Radikal izopropildir. Bunun da beynəlxalq nomenklaturaya göre adlandıranda simmetrikdir. Uzun zəncir seçtim. 2'də və 4'də metilimiz var. 2, 4 dimetil. Bu alkendir. Penten və 2 qat rabitə 3'dədir. 3. Bu da 2'nin cavabı.